Əntiqə xanım gəlin, başlayaq birlikdə dərsin sual cavabına. Bəli, bəli. Əntiqə xanım fənninizi qeyd edin, öz fənninizə aid sual verəcəm hamıya. Kimya müəlliməsiyəm. Kimya, əla, nə gözəl. Düz. Getdik. Deyirəm ki, şagird atom molekul təliminin müddəalarını əzbərləyə bilmir, amma bütün müddəaları müəllimə öz sözündə danışır. Şagird hansı bilik mərhələsindədir? Öz sözləri ilə danışırsa, konseptualdır. Sağ ol. İdraçda hansı mərhələ olur onda? İdraçda spesifik olur da. İdraçda hansı mərhələ olur? Xatırlamaqmı, anlamaqmı, tətbiqmi? Taksonomiyanı siz dediniz. Bəli, bəli. Ona da idrak gedir də. Bəli, idraçda hansı mərhələ olur? Anlayıb ki, öz sözləri ilə danışır. Hansı təfəkkür növünə aiddir bunu edən şagird? Əgər şagird bir dərsi öz sözündə danışırsa, ifadə edirsə, yəni verbal formada bunu rahat danışa bilirsə, hansı təfəkkür növünə aiddir? Öz sözlərinə tənqidi təfəkkürə. Nəyi sübut edir ki, müəllimə? Müəllimə nəyi sübut edir bu da uşaq? Yox. Məntiqi təfəkkür. Danışır, nümunələri öz sözündə izah edir. Ümumidən gedir xüsusiyə danışır bunu. İnduktiv, məntiqiyə aiddir. Oldu, konseptual, anlamaq, məntiqi. Bunlar tək düşmür, heç vaxt. Həmişə bir yerdə düşür sualları. Bax, taksonomiya aid üstündə sual düşür qəbula. Çox vaxt üstündə düşür. İki dənə düşər, mən eminim 2 dənə sual olur. Biri təfəkkür, bilik, taksonomiya ilə bağlı. Biri tək düşür. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, şagird kimyada məhlullara aid məsələ həll edir. Hansı bilik mərhələsindədir? Məsələ həll edirsə, bilib həll edir. Prosedural bilikdir. Hansı təfəkkürə aiddir? Hansı təfəkkürə aiddir? Məntiqi təfəkkürə aiddir. Bəli, sağ ol. Əla, hazır olun bu cür suallara. Yaxşı, bəs əgər şagird tutaq ki, bəs bu. Deyirəm ki, şagird düsturdan istifadə edib həll edir məsələni. Məhlulun bir məsələləri var. Şagird bunu düsturdan istifadə edib həll edir. İdraçda hansı mərhələ oldu? İdraçda düsturda hazır şəkildə istifadə edirsə, anlamaq elə. Anlamaq. Keçən ilə qədər, əvvəlki ilə qədər bu tətbiq eləmək idi. Deyirdik ki, harda istifadə etmək sözü görürük, tətbiq eləməkdir. Amma bir dində düstur söhbəti varsa, artıq bu dəyişib. İstifadə eləmək, bəli, tətbiq eləməyə aiddir. Amma düsturdan deyir artıq istifadə eləmək varsa, şagird deyir o düsturu anlamaq sayıla bilməz. Artıq o anlamağa aid oldu. Siz gəlin bizə bu da heç 9-cu sual düşməyib mənim kitabımda. Deməli, 9-cu sual gəldi işləyin. 9-u işləyin. 9 ona qədər kimi səhvi var yazsın. Klasteri tamamlayın. Sözün fonetik təhlil yolunu bilir. Bahariyyə əsərini hansı janr... Müəllimə, Əntiqə xanım, bu tip sualları ümumi işləmək olmaz. Sən tapmalısan ki, bu hansı bilik növünə aiddir? Tap ona uyğun axtar da. Fonetik təhlil yolunu bilmək hansı bilik növünə aiddir? Bütün təhlil növləri hansı bilik növünə aid idi? Təhlil yolunu bilmək biliyin konseptuala aiddir da, təhlil. Xeyr. Təhlil növlərinin üstündə şairlər qoyurduq. Belə bir şeylər qoyurduq. Hansıdır? Prosedural da. Bəli, prosedural. İndi axtaracağımız prosedural olacaq. İndi axtarırsınız, prosedural bilik axtarırsınız. Buyurun. Bahariyyə əsərini hansı janrda yazıldığını bilir. Bu idrakidir, faktoloji bilikdir. Bilir. Söz haqqında verilən fikirlərdən doğruları müəyyənləşdirir. Konseptual bilikdir, müəyyənləşdirir. Özü iş planı tərtib edir, metakognitivdir. İsə üçün meyar müəyyənləşdirir. Bu prosedural bilikdir. Sağ ol, bəli. Meyar müəyyənləşdirmək, qiymət müəyyənləşdirmək, rəqəm müəyyənləşdirmək, əməli yazı növləri prosedurala aiddir. Belə bir sual verirəm. Deyirəm ki, Əli 3-cü qrupa imtahan verməyə qərar vermişdi. Öz planını qurmuşdu ki, mən hər gün gündə 3 saat dərs oxuyacağam. Amma o bir gün dərs oxuyur, artıq 2-ci gün dərs oxuduğu zaman bezir və görür ki, bunu eləyə bilmir. Sizdə bu şagirddə metakognitiv mərhələdə hansı boşluq var? Hansı mərhələnin inkişafına ehtiyacı var? Metakognitiv bacarığın hansı inkişafına ehtiyacı var? Agah olmaqda olar da.
Deyirəm ki, plan qurur, məqsəd qoyub ki, bu qrupa verirəm. Plan qurur, məqsəd qoyur. Bir gün oxuyur, o biri gün oxuya bilmir. Görür ki, eləyə bilmir də, yoxdur iradəsi, yoxdur psixologiyası. Müşahidə özünü monitorinq. Xeyr, onu keçib artıq məqsəd qoyub. Monitorinqi keçdi. Tənzimləməyə də artıq. Tənzimləmə də ruhdan düşmür də, özünü tənzimləmə. Ruhdan düşmür, bilmədisə də yenə də ruhdan düşmür. Mən deyirəm ki, bir gün oxuyur, ikinci gün oxuya bilmir. İkinci gün çatmır gücü buna. Amma yəni özünü tənzimləmədir də müəllimə, mübarizə aparmalıdır. Özünü tənzimləmə hissəyə bölünürdü. Hansı mərhələlər var idi? Sən görün mənə o mərhələlərin. Mən bayaq demişəm adlarının ikisində. Özünü tənzimləmə 3 mərhələyə bölünür, 4 mərhələyə daha doğrusu bölünür. Hansı idi? Özünü tənzimləmə, uyğunlaşma. Başdan başlayın da, hansı mərhələyə bölünür? Birincidən başlayın da. Müəyyən etmə, Uyğunlaşma, qiymətləndirmə, bir də refleksiya. Müəllimə, özünü tənzimləmə hansı hissəyə bölünür? Özünü tənzimləmə. Bəli. Bunları mən bilmədim. Onu yaxşı. Deyin, başdan başlayın da. Özünü monitorinq nədir? Monitorinq odur ki, özünü elə bir ki, müşahidə aparır da, özü haqqında, özünün necə olub olmamağı haqqında, məsələn, özünün olacağı əsas komponentləri müşahidə aparır, özünün güclü zəif tərəflərini müəyyən edir. Hansı hissəyə bölünürdü? Müşahidəyə, agah olmağa, bunu deyirsiniz. Bəli, onu deyirəm də, odur da. Agah olmağa, bir də rəyə də, rəy bildirməyə. Rəy. Bəs özünü tənzimləmə hansı hissəyə bölünürdü? Niyə ona? Özünü tənzimləmə, dedik ki, məqsədi müəyyən etmək, planlaşdırma, plan qurur. Emosional tənzimləmə, uyğunlaşma. Var, sol. Bunun indi hansı yoxdur? Necə? Bu uşaqda hansı yoxdur? Bir gün oxuyur, bir gün oxumur. Hansı yoxdur bu uşaqda? Özünü tənzimləmə yoxdur. Emosional tənzimləmə yoxdur da artıq. Özünü buna hazırlaya bilmir. Emosional məqsəd qoyur. Emosional yəni bunda. Emosional yoxdur ki, bunu yerinə yetirə bilsin. Psixoloji hazır deyil buna. Məqsəd qoyubdur, plan qoyur. Mən demişdim ki, 21 gün vaxt lazımdır ki, vərdiş üçün bunu eləyək. Amma şagirddə emosional mərhələ yoxdur. Bax, burası yoxdur. Yaxşı, siz mənə deyin görüm. Deyirəm ki, şagird Kucherov reaksiyasını yazmağı bilir. Kucherov reaksiyasını yazmağı bilir. Hansı bir növünə aiddir? Faktoloji bilikdir də. Belə bir sual verirəm. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, Əntiqə müəllimə, biraz həyəcanlanırsınız. Əntiqə müəllimə deyir ki, deyirsiniz ki, mən kəsiləcəm. Hansı xətaya yol verdik? Boş adam. Ay, sağ ol. Deyirəm ki, Əntiqə müəllimə, niyə yaxşı oxumamısınız? Qayıb deyirsiniz ki, müəllim, vaxtım olmayıb, işıqlar sönmüşdü, qonağımız gəlmişdi. Hansı xəta oldu? Çox mənalı danışıram da belə. Əla. Əntiqə xanım, sağollaşıram. Dediyim müəllimə nümunə söz gəlişi idi. Oxumusunuz, yaxşısınız, bilirsiniz. Əla. Sağ olun. Ötən dərs danışmayanlar məndən əl qaldırsın. Çox xahiş edirəm. Bir-birimizin haqqına girməyək. Keçən dəfə danışanlar bu dəfə əl qaldırmasın. Olmaz. Bu dəfə danışın, yəni kim qalmışsa oradan soruşuram. Vaxt çatsa niyə də olmasın ki? Yenə vurğulayıram. Mən bir adamdan 2 dəfə soruşanda xəbəriniz yoxdur arxa fondan. Gəlib mənə yazır ki, 5-6 adam. Müəllim, nə oldu? Bəs ondan soruşun qalib ikinci dəfə. Siz mənə də düşünün də, mənə də axı qoymayın da pis vəziyyətdə. Mən də öz dediyim sözdən dönə bilmirəm. Demişəmsə bunu, mən də istəyirəm soruşum. Onda mən belə eləyək. Hərəyə bir dənə sual verim, hamıdan soruşum, eybi yoxdur. Eləmi eləyək? Mən istəyirəm ki, bir sual verəndə bir samballı sual cavab eləyək ki, bir baxaq görək bu müəllim bilir, yoxsa bilmir. Aydındır, çox xahiş edirəm. Mən də düşündüm və yəni iki tərəfi düşünmək lazımdır. Demək, çağırıram Əbiyaz müəllimə gəl. Bəli, mən. Axşamınız xeyir. Məncə siz neçə dərsdə yoxsunuz. Mən elə sizi görmürəm. Mən varam hər dərsdə. Aha, yaxşı, getdik. Fənninizi deyin. Azərbaycan ədəbiyyat. Aha, getdik. Deyirəm ki, şagirdə müəllim 20 dənə cümlə verir və deyir ki, verilən cümlələrin növünə uyğun qruplaşdır. Hansı bir növü var? Qruplaşdırmaq varsa burada konseptual bilik olur. Sağ ol. Deyirəm ki, müəllim şagirdə 20 dənə şair adı verir. Deyir, verilən şairləri öz yaşadığı dövrə uyğun qruplaşdır.
Burada da konseptual bili olur. Ay Qruplaşdırmaq. maşallah. Ona göre bu Təsnifat sualı verdim. halında. Deyirsiniz ki, ona göre bu sualı verdim. Deyirsiniz ki, qruplaşdırmaq başda filan şeydir. Mən deyirəm ki, əsər sözlərdən getmirik. Qruplaşdırmağı kitabda elə yazır. Amma qruplaşdırmağı mənasına görə dəyişə bilir. Baxın, cümlə seçəndə deyirəm ki, 20-dən cümlə verib. Sən cümlənin növlərini bilməlisən, mənasını anlamalısan. Bu məsəl üçün mən o gündən mən qızım birdə oxuyur. Baxıram ki, birinci sinif uşağına sual düşür. Sual cümləsi və nəqli cümlə. Birinci sinif uşağı. Deyir nəqli cümlə nədir? Sual cümləsi nədir? Sualı oxuyursan, sualda kişi baxırsan ki, sual mı verilir, nöqtə mi qoyulacaq, nida mı qoyulacaq? Bunu anlamazsan eləmək mümkün deyil. Bunu anlayıb eləməlisən də. Bunu o fənnin sahibləri anlayıb eləyir. O oldu anlayıb qruplaşdırmalıdır, konseptual. Bir də var ki, sizə də sual verirəm. Deyirəm ki, Bəxtiyar Vahabzadə hansı dövrdə yaşayıb? Bunu anlamaq mümkündür ki, bunu əzbərləyirsən ki, bunun doğum ili filan ildir, 20-ci əsrdir. Deyirəm, bəs tutaq ki, filan şair Nizami Gəncəvi hansı dövrdə yaşayıb? Onun da doğum ilini bilirsən ki, 1139, məncə o idi də, səhv demirəm. Yəqin ki, o idi. Deyirsən ki, hə, filan ildə yaşayıb. Bunu əzbərləyirsən də, müəccim deyirsən ki, deyirsən, hə, filan ildə aiddir. Anlamağa aid deyil ki. Sual verdim. Birincidə cümlə qruplaşdırırdıq. O oldu anlamaq. İkincidə deyirəm ki, müəllim şairdən ad verib, ad seçirsən, ad qruplaşdırırsan. Deyirəm, adlarını Ad dövrə var. yox qruplaşdır. Gördün, əzbərləməyə aiddir. Müəccim deyil ki, Bəli. yazıq müəllif filologlar. Müəccim deyilsiniz ki, əzbərləməlisən də bunu. İndi anladınız müəllimə bunu? Yəni qruplaşdırmaq Bəli, mənim söylədiyim cümlədir. Demək ki, qruplaşdırmaq başqa filan şeyə aiddir. Xeyr, qruplaşdırmağı mən qoydum, oldu başqa şey. Yaxşı, bir dənə də elə biraz əsəbləşdim, emosiyalarıma hakim ola bilmədim. Özürlü sayın. Demək, bir dənə də sualı belə verirəm. Artıq biz 2-ci aydayıq. 1-ci ayda o gördüyümüz o güzəştlər, o mülayim testlər, o müəllimin güzəşt eləməyi olmayacaq. Artıq mən sizdən çox şey gözləyirəm. Ona görə də istəyirəm ki, biraz türklər demiş, çıtayı yüksəldək. Deməli, 8-ci sual deyirlər səhv. Yəni 8-ci sualı işləyək. 8-ci sualda deməli cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğru. Deməli kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir. Bu deklarativ bilik olur. Aha. Bəli, birinci nədir? Kulturologiyanın tərifi budur. Mədəniyyətdən bəhs edir. Bunu əzbərləyib. Bunu müəccim deyir ki, anlasın. Bunu əzbərləyir şagirdlər. Bəli, əzbərçi bilik olur. İkincisi sifət haqqında deyilən fikirlərdən yanlış olanları müəyyənləşdirib prosedural bilik. Bu iki səhvdir. İkinci sual. Çünki burada konseptual bilik olmalıdır. Ay, sağ olun. Yanlışda üçüncüsü mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirməkdə koqnitiv bilik. Bu səhvdir. Burada da deməli konseptual bilik olmalıdır. Deməli 3 səhvdir. Dördüncüsü bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntının neçənci əsrdə əldə edildiyini bilir spesifik bilik. Bəli, bu düzdür. Bu faktoloji bilik aiddir. Azıq mağarası filan ildə kəşf olunub. Hə, filan ildə olub. Düzdür. Əzbərləmişik. Cavabımız oldu 1 və 4. Bu sual kimdə səhv idisə müəllimlər cavab 1 və 4-dür. Çünki elin kimi 3 olur müəllim cavab burada. 1-3 üzrəsən, 1-3 üzrəsən. Cavab 1-3. Doğrudan doğru. 1 də doğru bu. Yanlışdan da yanlış. 1 və 3. Bəli. Yaxşı. Siz mənim bu sualıma gəlin cavab verin. Deyirəm ki, şagird gedib evdə valideynlərinə bildirir ki, bəs tutaq ki, evdə valideynlərinə bildirir ki, hə, indi uzun flaşlar moddadır, mənə uzun flaş almalısınız. Hansı xətaya yol verir? İndi uzun flaşlar moddadır. Aha. Deməli də bunu almalısınız. Özünü bənzətmək. Kimə bənzədir özünü? Hamıya, ad çəkmir yaxı, hamılıq var. Həddən artıq ümumiləşdirmə. Müəllimə, baxın, bunlar əslində incə bir fərq var. Həddən artıq ümumiləşdirmə deyəndə özünə bir şey istəmir. Sadəcə deyir ki, hə, indi hamı filan şey geyinir. Bir də bunu deyir. Amma artıq özündən də bir şey istəyirsə ki, mənə də bunu eləyin. Artıq o cəmiyyət tərəfindən qəbul olunmaq. Cəmiyyət tərəfindən qəbul edilmək. Desəm ki, desəydi ki, dostum Leyla'da filan flash var, ondan istəyirəm. O onları bənzətmək. Desə ki, hamıda var, mən də istəyirəm. Bu olur nə? Cəmiyyət tərəfindən qəbul olunmaq. Düzdür. Deməli, həddindən artıq ümumiləşdirmədə bir ümumilik var. Amma orada nəsə istəmir axı. Özünə bir pay istəyirsə, deyir, mənə də bunu alın. O olur, cəmiyyət tərəfindən qəbul olunmaq. Amma həddindən artıq ümumiləşdirmə budur ki, deyir ki, indiki dövrdə hamıda iPhone-dur. Tutaq ki, 1000 nəfərin 50-sinin 100-ündə iPhone var. Deyir, hamıda iPhone-dur. Vəssalam. Bu olur nə? Həddindən artıq ümumiləşdirmək. Amma desə ki, mənə də iPhone alın. Mən də istəyirəm. Onda deyərdik ki, bu da hamışı olmaq istəyirik. Bu da cəmiyyət tərəfindən qəbul olunmaq istəyir. Aydın nə Biyaz müəllimə? Bəli.
Deyirəm ki, deyirəm ki, şagird ədəbiyyat testləri çox yaxşı yazırdı. Müəllim ona xahiş eləyir ki, özünün test işləmə üsulunu dostlarına öyrət. Hansı bir növü var? Burada metaqognitiv bilik olur da, yəni şagirdin özünə məxsus strategiyası, öz yolu var. Tamam, düzgündür. Deyirəm ki, MEQ çərçivə sənədinə yeni mövzular əlavə olunub. Əbgəz müəllimə yeni əsər əlavə olunub. Əbgəz müəllimə bu yeni əsərin birini oxuyur, o əsərdə öz fikrini bildirir, öz münasibətini bildirir. İdrakda hansı mərhələ oldu? Burada dəyərləndirmə mərhələsi olur da, öz fikrini bildirir. Bəli, öz ki, yaxşıdırmı, pisdirmi, biləydim, düzgündür. Desəm ki, amma o əsərdə yazıçı nəyi demək istəyib, yazıçının mövqeyi nədir, yazıçının fikri nədir, yazıçı nə demək istəyir, başqa biri nə deyir bu əsərlə bağlı, o hansı olur? Burada təhlil etmək olacaq da, yəni müəllifin mövqeyini müəyyənləşdirir. Düzgündür. Müəllimlər 20-yə qədər səhvlərinizi yazın. 1-20 arası səhv olanlar yazsın. Demək, bir nəfər səhv yazmışdı, bayaq baxım hansıydı? 10 deyirlər səhvdir. 10-cu suala baxın. Nümunələrə əsasən biliyin növlərini müəyyənləşdirin. Birincidə verilənlər arasından İsmail Şıxlının Dəli Köy romanında iştirak edən obrazları müəyyənləşdirin. Bəli. Obrazların adı. Burada deməli deklarativ bilik olur. Bəli, müəllim niyə ki ad qoysun? Mən əsəri oxumuşam, mən bu kitabı oxumuşam tutaq ki. Orada mən yadımda qalıb ki, burada Həsən və Tural var idi. Mənə bir 20 dənə ad verilir. Deyirlər ki, bu adların hansı Dəli Köy əsərində var. Mən də yadıma salıram, adlarına baxıram, yadıma düşür, xatırlayıram ki, orada Həsən və Tural var idi. Aydındır, yadıma düşür, xatırlayıram. Mən məcbur deyiləm ki, bunları anlayım. Bunda nə var ki, anlamaqlıq? Ad seçirəm. Birinci oldu, burada deklarativ bilik, düzgündür. Deklarativ bilik. İkincidə 3 tərəfi 4 sm, dördüncü isə 8 sm olan trapesiyanın ən böyük bucağını tapır. Bu isə prosedural bilik olur da mən. Okey, düzdür. Üçüncüsü, mətndə verilən sifətlərin dərəcələrini müəyyənləşdirir. Bu da ki, konseptual bilik olur. Bəli, anlamalısan. Artıq burada bilmirlər heç nə yoxdur. Baxıram, deyirəm qıpqırmızı, deyirəm ki, ağımsov, deyirəm yaşıl. Siz bu fənnin yiyələri, bu fənnin sahibləri anlamalısan ki, dün nə bilim, azaltma necədir, çoxaltma necədir, anlayıb eləməlisən bunu. Ay, sağ ol. O da olur nə bizim? Oldu konseptual biliyimiz. Yaxşı. Əgər müəllimə, siz mənə deyin görüm. Siz mənə deyin görüm. Deməli, metakognitivdə özünün monitorinqi mərhələləri hansıdır? Özünün monitorinqi mərhələləri olur müşahidə etmək, agah olmaq, bir də ki, rəy vermək. Rəy almaq daha doğrusu. Məsələn ki, valideynlərinə, müəlliminə rəy almaq. Sağ ol. Yaxşı. Əbiyəz müəllimə yaxşıyıq, təşəkkür edirəm. Çox sağ olun. Keçirəm Ülkər müəlliməyə. Axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, çox sağ olun müəllimə, yaxşı olun, siz də yaxşı olun. Testi dərsən biraz zəif yazmışdıq. Testi bilmədim necə yazdım. Elə girirdim otağa ki, girim, testi atdınız. Demək olar ki, oxuya bilmədim. Gülməli bir şey yazdım. İndi onun üzərində işləyib düzəldəcəm. Bildim, eyb yox. Dərs bitən kimi gedib işləyərik. İndi belə eləyirik. Fənli sizin ingilis dili ya da informatika. İkisindən biri olmalıdır, onu deyəcəkdim. İnformatika. Getdik. Deyirəm ki, müəllim şagirdə say sistemlərinə aid hesablama aparmağı tapşırır. Müəllim şagirddə hansı biliyi formalaşdırmaq istəyir? Hesablamağı aparırsa prosedural bilikdir. Yəni say sistemi ardıcıl yerinə yetirilməlidir. Ona görə prosedural bilik. Deyirəm müəllim şagirdlərə 1-ci, 2-ci və 3-cü əsr kompüterlərdə hansı funksiyaların olduğunu yazdırır. O deklarativ biliyə aiddir də. Əgər bunlar əzbər bilirlərsə yazacaqsınız. Bəli, uşaq hardan bilsin ki, 3-cü alqoritm mi var, tranzistor mu var? Əzbərləməlidir də uşaq bunu. Müəccim deyil ki, düzdür. Deyirəm ki, müəllim şagirdə tutaq ki, müəllim görür ki, şagird alqoritmə aid məsələləri yaxşı işləyir və şagirdə bunun yolunu dostlarına öyrətməyi tapşırır. Hansı bir ilk növüdür? Dostlarına öyrətməyi, yəni öz strategiyası ilə öyrədirsə, o metakognitiv bilik olacaq. Sağ ol. Gəlin 15-ci sualı işləyək. 15-ci sual, tamam. İlkin müəllimi səhvidir 15-ci sual. O ilkin idi. Hansı fikir doğrudur? Demək, öyrədici olmaq üçün informasiyanın şagirdlərə seçici şəkildə təqdim edilməsi vacibdir. Şagirdlər birinin ötürülməsi yalnız qəbul edən tərəfli olur. Bu səhv. Spesifik xüsusiyyətləri konseptual biliyə aiddir. O deklarativ bilikdir. Prosedural bilik şagirdin özü haqqında bilik metakognitivdir. O Y bəndində metakognitiv bilik ardıcıl şəkildə proseduraldır.
Öyrədici Aha, olması üçün informasiya şagirdlərə bu bəndidir. Şəkildə bəli. təqdim etmək vacib. Məsəl üçün, bax elə siz özünüz. Mən sizə bu dərsdə desəm, gedin Time kitabını oxuyun. Hamınız gedib ayağa qalxırsınız. Şahin müəllim, nə olar PDF hazırla. Demək, mən sizə bunu seçib verməliyəm, düzdürmü? Hər Bəli. kəs gedib, şagird də biz dediyimiz şeyi seçib, qəşəng bir formada izah edib danışmalıyıq. Aydındır, bunu demək istəyir burada. Elə bəndimiz düzgündür. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, hə, deyirəm şagird özü haqqında məlumat almaq üçün, deməli, kənardan özünü videoya çəkdirir və o videonu izləyir ki, görürsən mən necə cavab verirəm müəllimə. Sizcə bu şagird metakognitivin hansı mərhələsindədir? Özünü çəkdirir videoya, xeyr Nərmin xanım. Özünü çəkdirir videoya. Özünü monitorinq edir. Hə, hansı mərhələsi monitorinqin? Müşahidə edir. Bəli, Özü haqqında müşahidə edir. Hansı səviyyəsində olduğunu bilir. Bəli, super, müşahidə. Rey olsa deyərdim ki, dostundan soruşur, müəllimdən soruşur. Bəli. Agah olsa deyərdim ki, öz-özünü bilir artıq. Hə, amma deyirəm, bu özünü videoya çəkdirir ki, özümü izləyəcək, görmə necəyəm. Müşahidə eləməyə aiddir, düzgündür. Yaxşı, Ülkər müəllimə belə bir sual verim sizə. Yəqin ki, siz də olmamışsınız dərsdə, sual-cavabda. Deyirəm ki, bir dənə sual, hə. Deyirəm, Aytəkin müəllimə deyir ki, bundan sonra biz daha çətin testlər üzərində işləməliyik. Ülkər müəllimə də qayıdıb deyir ki, mən bundan sonra ancaq çətin testlər işləyəcəm. Hansı xətaya yol verirsiniz? Mən bundan sonra çətin testlər işləyəcəyəm. Bəli. Deyirəm, Aytəkin müəllimə deyir ki, bəli, sağ olsun. Bəli. Yəni, aparıb özünə qaytarır. Bəli. Yaxşı. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, təfəkkür dərsini öyrənməlisiniz. Ondan sonra bilik dərsini öyrənməlisiniz. Dağılınan taksonomi dərsini daha rahat öyrənə biləcəksiniz. Mənim bu cümləmdə məntiqi təfəkkürün hansı düşünmə forması var? Məntiqi təfəkkürün ardıcıl düşünməsi. Aferin sizə, super, əla, düz, gözəl. Ülkər müəllimə deyirlər ki, müəllimlər 20-yə qədər səhv olanları yazsın. Deyirlər ki, 18-ci sualımız səhvdir. Gəlin 18-i izah eləyin. 18. Bir dəqiqə. 18. Uyğunluğu müəyyən edin. Demək ki, Tunç və Mis dövründə insanlar məişətdən nədən ibarət olduğunu bilir. Terminoloji deyil, bu elə bir spesifik olmalıdır. Bu yanlışdır. Bəli, müəccim deyir ki, əzbərləyirik də. Tunç dövründə var, orada mədəniyyət yerində. Tunç dövrünün sual şeyləri bulardır. Misirçi bulardır. Adətləri də var, mədəniyyətləri də var, dini inançları da var. Mən ən sevdiyim dərs yeridir tarix dərsində bu yerlər. Sonra iki əsər arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirməyi bilir və oxşar fərqli cəhətləri müəyyənləşdirsə düzdür, konseptual bilikdir. Aha. Düzdür bu. Sonra gəlir, layihə necə yazacağını bilir. Yazacağını bilirsə, o prosedural biliklər üzrlüsə belə mən o sözü deyə bilmirəm. Necə deyir? Metakonceptiv bilik olmalıdır. Sonra oxuduğu məlumatı ümumləşdirir. Bu yanlışdır. Bu metakonceptiv deyil, konseptual bilik olmalıdır. Sağ ol, düzdür. Demək oldu bizdə 2-4. 3-dən 4. Yaxşı. Müəllimlər, sualın cavabından razı olmayanımız var, yoxsa yoxdur? Müəllimə, 3 səhvdir, düzdür. Oysa onu demədiz axı. 3 düzdür, hə? Prosedural bilikdirmi? Necə yazmağı bilir? Necə? Düzdür, prosedurala aiddir. Elə bildim, bayaq bunu səhv götürmüsünüz. Bəli, cavabımız olacaqdır. 2-dən 4, düzdür. 2-dən 4. 2-dən 4. Doğrudan doğru, yanlışdan yanlış. Deyirəm ki, şagird tutaq ki, kompüterin yaddaşını, yox, bir dənə sualı düzgün qoşum. Deyirəm şagird start menüsünü hansı formada açmaq lazımdır? Hamısını müəllimə sayır. Hansı bir iki növüdür? Prosedural bilikdir burada necə sayır? Demirəm ki, ardıcıllıqla say. Deyirəm ki, bax, bilirsiniz ki, start düyməsi də deklarativ bilik olur. Yəni bilir. Və müəllimə, bilir sözün demək bax. Bilir sözü hamısına aiddir. Deyim, sayır. Deyir, bax, start menüsünü düymə ilə də açmaq olar, Win-lə də açmaq olur, oxla da gətirib aça bilərik. Yəni, deklarativdir. Deklarativdir. Desəm ki, şagird kompüteri ilk öncə birinci açmağın ardıcıllığını sayır, qurlaşdırmağın ardıcıllığını sayır. Onda hansı olur? Onda olur prosedural. Sağ ol, bəli. Yaxşı, başqa nə var sizin fəndinizdə qoy görüm.
Heç nə, yaxşı Yolçay müəllimə əla, maşallah, bilik dərsinə bağlı məlumatınız yetərincədir. Bəs bu kimdə Bilik idi dərsi deyir? qəşəng tapıram. Bəli, bəli. Yəni çox adam deyirdi zəif bilirik, amma onlar bilmirəm Yox, niyə belə ən oldu. yaxşı qavradığım elə bilik dərsidir hələ ki. Rahat dərsdir, bilik dərsi, rahat dərsdir. Bax, adı yadımdan çıxır xanımın. Zərifə xanım müəllimə. Bəli, salam. Salam müəllimə, axşamınız xeyir. Axşamınız Başlayaq. xeyir. Sizin fənniniz nə idi? İnformatika idi mənim. Sizin informatikasınız əla, nə gözəl. Mən də hal-hazırda ilə magistra hazırlaşdım. Qoy o suallardan verib sizə. Mənə də biraz köməklik ol. Bəs niyə mən kömək eləmirsiniz? İnformatika müəlliməsi axtarıram. Demək, 24, 35, 36. Kimin səhvidir? Hə, Gülay müəllimənin səhvidir. Sizin səhviniz hansıydı? Nə yazmışsınız yadımdan çıxdı. Hansıydı? Öyle öz səhvinizi özünüz işləyəcəksiniz. Ona görə axtarıram səhvlərinizi. Hə, başladıq müəllimə. Belə bir sual verirəm. Deyirəm ki, şagird alqoritmə aid, yox, deyirəm şagird alqoritmə aid verilənləri həll eləyə bilir. Hansı bilik növüdür? Konseptual. Müəllimə, alqoritmə aid verilənləri bilir. Alqoritm. Nədir bizdə? Alqoritm bu şəkillər var idi. Alqoritm informatika birinin oradan misal məsələ işləməli Prosedural bilikdi mən, prosedural. prosedural bilikdir, bəli. Deyirəm ki, mən sizə durub tarixə aid sual verməyəcəm. Mən sizə durub ingiliscə sual verməyəcəm. Mən hamı öz fənninə aid sual verəcəm ki, hamı öz fənninlə bağlı suallara hazır olsun. Qəbulda bizim hamımıza öz fənnimizdən sual çözək. Ardıcıl şey, bu işi Bəli, görürlər. Bəli, də orada bir şəkillər var prosedural bilikdə. Ta ki, bu nə blokudur, bu nədir, bu axı şəkillər üzrində verib bizə. Hesablama olmasın. Alqoritm deyirəm verilənlərini bilir. Sən bilirsən ki, bu nədir, bu nədir? Alqoritm, ardıcıllıq, texnika, metod, prosedural biliyə aiddir. Bir də var ki, belə bir sual verirəm. Deyirəm ki, şagird tutaq ki, şagird. Hə, onun adı necə idi, ay Allah? Hə, deyirəm şagird arxiv fayllarını tutaq ki, nə bilim, sonluğunu bilir. Şeydir, Arxiv faktoloji. Bəli, Faktoloji. əzbərləyir, əzbərləyir, bəli, düzgündür, faktoloji bir ayətdir, düzdür. Deyirəm ki, şagird, tutaq ki, Driftorf var ya, informatikada, deyirəm, şagird onu müəllimə öz sözündən izah eləyir. Bu da prosedural biliyə aid. Öz sözündən izah eləyir, öz sözündən. Konseptual bilikdir, çaşdım mən. Konseptual aid. Əzbər yox, öz sözləri ilə şey. Bəli. İdrakda hansı mərhələ olur onda? İndi onu mən bir dənə baxım, mən öyrənməmişəm. Anlamaq. Deyirəm ki, Onlardan müəllim verməsin. şagirdə, belə bir söz deyirəm. Deyirəm, müəllim şagirdə 5 nömrə cümlə verir, 5 nömrə tutaq ki, anlayış verir, 5 nömrə indi termin verir. Deyir ki, bunlardan birinci nəsil kompüterlərə aid olanları seç. Hansı bilik növüdür? Faktoloji biliyə aid. Aferin, super. Deyirəm ki, müəllim şagirdə, tutaq ki, müəllim şagirdə, nə versin ay Allah, qoy görüm sizin fəndə o qədər mükəmməl bilmirəm. Deməli, deyirəm ki, müəllim şagirdə PowerPoint-i qısa formada nümunələrlə izah etməsini istəyir şagirddən. Prosedural olar, ardıcıl belə. Müəllimə qısa formatda izah eləməsini istəyir. Demədim ki, ardıcıllıq söhbət, deyirəm, izah eləməsini istəyir. Deyir, mən bunu izah elə. Şeydim, Qısa formatda izah eləməyini istəyir. metakognitiv olar da məsələn belə Müəllimə, şeylər. şagird dərsi izah eləyir. Şagird nümunə ilə danışır. İzah eləmək, Belədir. nümunə gətirmək. Nə üçün belədir? Konseptual belə. Bəli, konseptual. Deyirəm ki, indi o boyda PowerPoint dərsidir. Müəllim uşağa deyir ki, mənə buna aid nümunədir. Mənə bunu izah elə. Konseptual biliyə aiddir. Deməli, 24-cü sual deyirlər səhvdir. Gəl 24-cü sualı işləyin. Baxın. 24. Effektiv, doğrudur hansı? Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədə uyğundur. Şagird yönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiya ötürməkdir. Spesifik xüsusiyyətləri bilmək konseptual biliyə aiddir. Düzdür bu, səhvdir. Xeyr, səhvdir bu. Aha.
Prosedural bilik şagirdin özü haqqında biliyi əhatə edir. Bu da səhvdir. Metakognitiv bilik ardıcıl şəkildə atılan addımlar sırasını nəzərdə tutur. Bu da olmaz. Şagird yönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiya A bəndə olar müəllim, A bəndə. Sonra, bəli, düzgündür. Deyirəm ki, müəllim şagirdlərdən kompüterdə slayd hazırlamağını istəyir. Amma deyir ki, hamınız bu slaydı hazırlayanda mən dediyim ardıcılığa riayət edib hazırlayın. Hansı bilik növüdür? Konseptual. Deyir ki, müəllim, mən dediyim ardıcılığa riayət edin. Hansı bilik növüdür? Ardıcılıqla hazırlamalıdır da bu slaydı. Prosedural. Bəli, prosedural ardıcıllıqdır. Və yaxud da deyirəm şagird tutaq ki, şagird informatika dərsində məsələ həll eləyir. Hansı bilik növüdür? Konseptual. Nə üçün? Məsələ həll eləyir. Misal məsələ həll. Prosedural Bəli, ardıcıllıq. Onda problem var. Bəli, mən misal məsələ həlli, ardıcıllıq və yaxud da belə bir sual verirəm. Deyirəm ki, şagird tutaq ki, şagird testi işləməyin rahat yolunu müəllimlə bölüşür. Hansı bilik növüdür? Şagird testi işləməyin Nə üçün bu belədir? Konseptual olaraq da nə üçün Bəli, belədir müzakirə? Bir də mən dinləyin. Səsim batıb biraz üzürlü sayın. Deyirəm ki, şagird testi işləməyin rahat yolunu bilir, öz yolunu da müəllimlə bölüşür. Metakognitivdir də. Bəli, metakognitiv bilikdir, düzgündür. Yaxşı. Deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, bir dənə baxım suala. Deyirəm ki, şagird evdə gedib deyir ki, sinif yoldaşlarımın hamısında planşet var, mənə də planşet lazımdır, mənə də alın. Hansı xətaya yol verdi şagird? Hamısında var, mənə də cəmiyyət tərəfindən. Sağ ol, bəli, düzdür. Yaxşı, deyirəm ki, deməli, bir dənə də sizə sual vereyim. Deyirəm ki, müəllim şagirddən, tutaq ki, müəllim şagirdə hazırladığı slayda yoxun qiymət verir müəllim şagirdə. Müəllim hansı bilik növündən istifadə edir? Müəllim şagirdə qiymət verirsə, hansı bilik növündən istifadə edir müəllim? Bir insana qiymət vermək, bir insana meyar təqdim çıxartmaq, bir insana... Metakognitivdir. Xeyr, orada cavabı səhv yazılır. Hamısı səhv yazıb, hamısı. Arzu, qıraqdan. Hamısı səhv yazıb yazanlar. Müəllim şagirdə qiymət verir. Hansı bilik növüdür? Demişdim, müəllim beyində ölçüb bitirik. 3 verimmi, 2 verimmi, 1 bal oradan kəsirəm, 1 bal buradan kəsirəm. Ne edir müəllim beyində? Müəllimin beyində proses gedir. Müəllimin beyində hesab gedir, prosedural bilikdir. Mən onları sualla belə götürürdüm. Məsələn, nə üçün? Sualı konseptual. Sualın mahiyyətinə baxın. Nə üçün sualını çox yerə qoymaq olur? Cümlənin mahiyyətinə baxın, müəllimə. Yaxşıyıq, amma daha yaxşı olmaq uğruna çalışmalıyıq müəllimə. Daha yaxşı olmalıyıq. İndi gəlin yenə sual cavabı dinləyin, öyrənəcəyik. Şəmsiyə xanımı çağırır. Şəmsiyə müəllimə elə bir ötən dəfə gəlmişdi. Şəmsiyə xanım, gəlin görüm. Axşamınız xeyir olsun mənim. Axşamınız xeyir. Ötən dəfə müəllimə danışdınız, yoxsa yox? Xeyr, danışmamışam. Yaxşı. Fənninizi mənə deyin. Kim yaydı, yox? İbtidai sinif. İbtidai sinif. Getdik. Deyirəm ki, müəllim şagird bilir ki, sizin fənninizdə musiqidə var, texnologiyada var, hər yerdə var da, ona görə düzdür, hamısını verməyi verə biləcəm. Amma yox, qeyri öz fənninizi yoğun verim. Deyirəm ki, müəllim şagirdlərə üstünə obraz verir. Qoy sizə gəldi, telefon söndürdüm. Deməli, deyirəm ki, müəllim şagirdlərə 20 dənə verilən verir. Deyir, verilənlər içərisindən qırmızı papağın nağlında olanları seç. Burada faktoloji bilir. Düzdür. Deyirəm ki, müəllim şagirdə, tutaq ki, müəllim şagirdə 5 dənə
5 dənə söz verir. Yox, 5 yox, 15 dənə söz verir. Deyir verilənlər içərisindən. İndiki zamanda olanları seç. Burada anlamaqdır da müəllim. Konseptual bilik. Bəli, düzdür. Deyirəm ki, müəllim şagirddə şeirdə nəyin baş verdiyini cümlə ardıcıllıqla izah eləmək istəyir. Müəllim evə şeir verir, tutaq ki, şeir bir üsbətdir. Müəllim uşağa deyir ki, şeirin hər bəndində nədən bəhs olunursa, mənə hamısını ardıcıllıqla izah elə. Ardıcıllıqla mənə bunu say, yaz. Hansı bilik növüdür? Ardıcıllıq varsa proseduraldır. Bəs ardıcıllıq olmasın. Sən şeirin mənasını mən ifadə elə, mənasını yaz. Orada deklarativ bilik. Ay, sağ ol, düzdür. Deyirəm ki, müəllim şagirdlərdən sinusun 90 dərəcədə hansı dəyər qiyməti aldığını hesablamağı tapşırır. Prosedural bilik. Bəs müəllim şagirdlərə deyir, sinus 90 dərəcədə hansı qiymət alır? Alır, prosedural bilikdir müəllim. Yox, hesablayırlarsa alır. Hesablayır, bəli, faktoloji bilik. Bəli. Cədvəldə var da, onu həmişə biz əzbərləyirdik. Yəni işin əzbərləyirsən, olsun terminoloji bilik. Çünki kasinus da əzbərləyirsən. Kasinus, sinus terminolojiya aiddir. Yaxşı. Deyirəm ki, siz gəlin mənə deyin görüm. Məntiqi təfəkkürün hansı düşünmə formaları var idi? Məntiqi təfəkkürün var idi, praktik, produktiv, bir də abstrakt. Xəyali, yəni. Alo. Müəllimlər, səs hamıda getdi, yoxsa? Müəllimə, buradayam, sizi dinləyirəm müəllimə. Deməli, məntiqi təfəkkürün növləri analitik, induktiv, deduktiv, konvergent, divergent, ardıcıl, sistemli, bunlar idi, düzdürmü? Bəli, düşünmə formaları, bəli. Bunun yerində düşünmə formaları. Bəli. Praktikdə var idi, praktikdə var idi, salınmışdı, bəli. Demək ki, səhvlərimizdən baxaq biraz, dərsi qavramışıq, yaxşıyıq. Müəllimlər 1-30 arası səhvlərinizi yazın. İlkin müəllim yazmış səhvlərimi, bir dənə qayıdım baxım. İlkin müəllim bir də yazın da səhvlərinizi. Mesaj yuxarıda qalıb görə bilmirəm. Yaxşı. Demək, baxım, 35-36 yazıblar. Müəllimlər 30-a qədər səhvinizi yazın. 26-cı sualı müəllimə işləyək. Deyirlər 26-cı sual səhvdir çox adamda. 26-ya bir dənə baxın. Görsənir. Görsənmir burada. Yaxşı. Bir dəqiqə açıram. Baxım 26-ya qədər görək səhv varmı? Hə, baxaq. Deməli, 25 mənə baxaq. Demişlər 25 səhvdir. 25-də. Verilənlərdən biri faktoloji biliyi yoxlayan sualdır. Məhəmməd Füzuli nə üçün Leyli və Məcnun mövzusuna müraciət etmişdi? Bu konseptual bilikdir. Aha, nə üçün? Soruşur ki, niyə bunu eləmişdi? Bəli, konseptualdır. Anlamaq mərhələsidir. Bəli, metaforun metonomiya ilə fərqlərini müəyyənləşdirin. Bu anlamaqdır, konseptualdır bu da. Aha. Azərbaycan ədəbiyyatında ilk divan müəllifi kimdir? Burada faktoloji deyir də. Bəli, əzbər deyir ki, variantı. Bəli. Sarsılıq xətayıdır, bəli, əzbər deyir. Koroğlu dastanının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini müəyyənləşdirin. Burada da anlayıb ki, müəyyənləşdirə bilir, konseptualdır. Aha. Kompüteri işə salmaq üçün hansı ardıcıllığa riayət etməkdir? Bu da prosedural bilikdir. Düzdür. Belə bir sual verirəm. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, taksonomiya dərsində öz münasibətinizi bildirin Şəmsiyə müəllimə. Mən sizdən hansı təfəkkür növünü istəyirəm? Deyirəm, öz münasibətini buna bildir. Hansı təfəkkür növünü istəyirəm? Öz münasibətimi bildirirəmsə, təfəkkürün növü, ay Allah, hansılar idi, bir anlıq yadımdan silindi. Məntiq, tənqid, yaradıcı. Hə, məntiqi də. Burada tənqididir də müəllim. Sağ ol, düzdür. İdraqda hansı mərhələ ola bilər? Deyirəm ki, gəl buna öz münasibətini bildir. Dəyərləndirmə. Ay, sağ ol. Desəm ki, Aytəkin müəllimənin PDF-ində Aytəkin müəllimənin mövqeyini tap. Burada müəllifin mövqeyidir də. Burada təhlildir. 26-cı sual hamıda səhvdir. Gəlin, bu çoxunda səhvdir. Bunu izah edeyim müəllimlərə. Biliklə bağlı yanlış fikir hansıdır? Faktoloji bilik Bloom taksonomiyasına aşağı səviyyəsinə uyğun gəlir. Bəli, doğrudur.
Metakognitiv biliyi öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir. Strategiya metakognitiv bilikdədir də müəllim. Bu doğrudur. Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural biliyin tətbiqinə tələb edir. Bəli. Prosedural bilik müəyyən müddətdən sonra düzdür avtomatikləşə bilir. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir. Aha. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir. Faktoloji bilik, o biri biliklərin əmələ gəlməsində faktoloji bilik, konseptual biliyin əmələ gəlməsində iştirak edir də müəllim. Müəllimə deyir ki, iştirak edir, deyir ki, əlaqə qurmağı tələb eləyir. Bu da deyir. Müəllimlər 26-cı sualın cavabı geri çıxmayıb. Səhvdimi? Yerdə qaldım mən. Müəllimlər, digər biliklər arasında ən çox əlaqə qurmağı tələb edən ən çox konseptual bilikdir əslində. Düzdür. Əlaqə, yəni necə? Anlamasan prosedur, anlamasan izah eləyə bilərsənmi? Anlamasan həll eləyə bilərsənmi? Anlamasan öz yolunu deyə bilərsənmi? Müəllimə, ən çox bu da konseptual bilikdir, ən çox əlaqə quran. Düzdür, faktoloji deyən rolu var, amma o qədər tələb olunmur axı. Ən çox tələb olunan konseptual bilikdir. Bəli. Yaxşı. Şəmsiyə müəllimə, bir dənə də sizə sual verim. Siz mənə deyin görüm, bilik dərsindən sual verim də sizə. Deməli, bu sualı verirəm. Deyirəm ki, müəllim şagirdlərə əsəri yarıya qədər oxuyur. Deyir ki, əsərin davamını özünüz tamamlayın. Amma məzmuna uyğun tamamlayın. Müəllim burada şagirdlərdən hansı bilik növünü, hansı təfəkkür növünü, hansı idraç mərhələsini formalaşdırmaq istəyər? Burada anlamaqdır, müəllim. Əvvəlin anlamasa onun arxasını gətirə bilməz. Sağ ol. Konseptualdır bilik növü kimi. Mən də Ayşəqol deyirəm, fikir verər, qulaq as. Aha. Konseptual, proseduraldır müəllim, proses gedəcək orada. Aha. Yaxşı, sonra hansı təfəkkür növüdür? Hansı təfəkkür növüdür? Təfəkkür növü Bəli. tənqidi. Niyə tənqid? Kim tənqid deyirik ki orada? Sadəcə müəllim Yaradıcıdır. Orada yaradıcıdır müəllim. Orada öz ideyasını işə salacaq. Bax, Ona əsasən qulaq asın bir dənə mənə. Düzdür, yaradıcı olsun, yaxşı. Yaradıcı götürək, eybi yoxdur. Yaradıcı olsun, konseptual olsun, bir də nə olsun dedik? anlamaq. Anlamaq. Yaxşı. Əslində müəllimə, bayaq dedim, mən orada bir incə bir söz demişdim. Demişdim ki, müəllim deyir ki, amma mənim yazdığım məzmuna uyğun yaz. Yəni müəllim deyir ki, mən deyən qayda ilə get. Müəllim qayda qanunu qoyub ki, bu cür get. Nəsə istifadə etmək var. Tətbiq eləmək olacaqdı. Tətbiq eləmək olacaqdı. Sonra əgər şagird bunu özü məntiqlə, müəllimin yazdığına baxıb davamını gətirib, baxın, özündən qoyacaq, olacaq yaradıcı. Tamamilə özündən qoysun, yaradıcı. Amma müəllim bunu axı planı verib ki, belə qur axırını. Başlığı gətirib ki, deyib mən yazdığıma uyğun qur. Artıq müəllim axı özü yaratmış sayılmır. Elə bilin ki, mən sizə bir dənə PDF yazmağı tapşırıram. Deyirəm ki, bax, PDF-in planı budur. Başlığı bundan istifadə elə get. Deyirəm budur qur. Mən yazan kimi hər şey vermişəm. Aklımda mənə məntiq olur o. Desəm ki, özündən qur, olur yaradıcı. Desəm ki, mən verdiyim təlimata uyğun qur. Artıq onluğun müəllimə tətbiq eləmək, onluğun məntiqi təfəkkür. Aydındır. Bir də olur, bəli, bilgiyə gəldiysə olur konseptual bilik. Çünki anlayıb eləməlidir. Konseptual bilikdir elə. Bilik olaraq oldu konseptual, təfəkkür olaraq məntiqi təfəkkür oldu. Bəli. Məntiqi yəni niyə? Ona görə ki, müəllim, o müəllifə görə də, onun yazdığı deyə görə. Çünki yaradıcı budur ki, özün qurmalısan da hər şeyi kopyalamalı deyilsən. Sənə təlimat verilməli deyil. Deyirəm, bu da müəllim uşağa təlimat da verib ki, axırın bu cür qur. Axırın nə bilim, tutaq ki, mənim planıma uyğun qur. Mənim məzmunuma uyğun qur axırını. Başlığı bunun vətəndən bəhs eləyirsə, uşaq bunun başlığında vətən varsa, əli varsa, vəli varsa, şagird bunun axırını sevgiyə çevirə bilərmi? Şagird bunun axırını pərvanəyə çevirə bilərmi? Oradakı adları dəyişib eləyə bilərmi? Eləyə bilməz axı. Çünki müəllim bu məzmununu qurub artıq. Mən müəllim ən əsas zəif yerim o hissələrdir. O hissələri yaman qarışdırıram. Yaxşı. Şəmsiyə müəllimə yaxşıyıq əslində, pis deyilik təfəkkürlə bağlı, məntiqlə bağlı. Mənim bir sual cavabda pis deyiləm, amma gəl test üzrə tətbiqim çox zəifdir. Nə qədər səhv çıxıb? Mənim 20 dənəlik sınağımdan.
Onu işləməmişəm müəllim. Bunu biraz bundan işləmişəm. Elə bir şey səhvim bir 2-3 dənə oldu. Yaxşıdır Amma da, belə düzəltmişsiniz. sizin testləri belə işləyəndə amma səhvlərim çox çıxır. Müəllimə, mənim testimlə bunu bir tutmayın ki, bu test, yəni mənim testimin yanında heç nədir. Yəni bu başa atmaq üçün bir şeydir bu testlər. Bu testdə yoxdur. Yaxşı. Şəmsiyə müəllimə, daha çox çalışırıq, təkrarımız daha yaxşı olacaq. Yenə deyirəm, vaxt olduqca noyabr qrupunun dərslərinə qoşulun. Biraz təkrarlayıb oxuyub müəllimə öyrənəcəyik. İndi əsas odur ki, tutmuşuq nüansları. Getdik, çağırıram kimi? Yasəmən müəllimə gəlirsiniz? Ötən dərs bilmirəm, gəldiniz yoxsa yox? Salam mənim hər vaxt istəyir. Bəli, gəlirəm. Ötən dərs gəlmişdiniz yoxsa yox? Xeyr, gəlməmişdim. Tamam, bildim. Sizin əfəndiniz ibtidai bildiyim qədərilə qoy səhvlərimizi yazaq. Baxın görüm nə səhv veriblər. Getdik müəllimə. Hı hı. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirddən testləri əzbərləməklə bağlı strategiya qurmağını tapşırır. Deyir, özünə bir strategiya qur, ona uyğun o testləri həll edə biləcəksən. Müəllim şagirddə hansı bir iş növünü formalaşdırmaq istəyir? Metakognitiv. Bəli, deyir, özünə strategiya qur, özünə Strategiya üsul deyir, qur. Bəli. Şunu onu formalaşdırmaq istəyir, düzgündür. Müəllimlər 40-a qədər səhvlərinizi yazın. Yaxşı. Yasəmən müəllimə belə bir sual verirəm. Deyirəm ki, müəllim, şagirdlərə 10 dənə nümunə ver, 10 dənə tutaq ki, söz verir. Deyir, bu sözlər içərisindən məktəbin qayda qanununa uyğun olanları seç. Faktoroloji, dekorativ. Müəllimə 10 dənə cümlə verir. Deyir, bunların içərisindən məktəbin qayda qanununa uyğun olanları seç. Yəni oxu görək hansı məktəb qayda qanununa uyğundur. Tutaq ki, məktəbin uşaq onu anlamalıdır da ki, hansı qayda qanunu olmalıdır. Konseptual, yəni dərk eləyir, mənasını bilir. Bəli, o da o. Bir də var ki, baxın, məktəbin qayda qanunu. Bir də var ki, müəllim şagirdə deyirəm 10 dənə qanun verir. Deyir, bunlar içərisindən təhsil qanununu seç. Artıq təhsil qanununu uşaq əzbərləməlidir. Təhsil Bəli, o qanunu, faktorolojidir. hüquq qanunu. Onlar faktoloji. Bir də var ki, deyirəm məktəbin qayda qanununa uyğun olanları seç. Yəni anla seç görək hansı məktəbin qayda qanununa uyğundur. Deməli, gəlin baxaq biz sizdən müəllimə. Deyirlər ki, bu 27-ci sualı çox adam səhv eləyib. 27-ci sualı bir daha işləyin. Bunu bir dəqiqə görüb düzəldə bilirəmmi? Bir saniyə görüb düzəldə biləcəmmi? Hə, bax belə işləyin 27-ci sualı. Uyğunluq pozulmuşdur. Metakognitiv bilik düsturları yadda saxlamaq üçün fərqli strategiyaları bilmək. Düzdür. Bəli, strategiyadır, üsuldur, metodudur. Aha. Faktoroloji bilik daş dövrünün hansı mərhələdən ibarət olduğunu bilir. Bəli, spesifikdir. Daş dövrdə, yəni tarixə aiddir. Düzdür. Konseptual bilik sürünənlərin ekoloji qruplarına ayırmaq. Deməli, bu da düzdür müəllim. Yəni anlayır ki, bunları bu qruplara ayıra bilir. Bəli, Qruplara ekoloji ayırmaq qrup deyil, ümumiyyətlə aiddir. Prosedural bilik xətti tənliklərin həlli yollarını bilmək. Bəli, həll yolunu bilirsə, hesablaya bilirsə, bunlar prosedural biliyə aiddir. Konseptual bilik göllərin axırları və axırsız olduğunu bilmək. Axarlı və axarsız olduğunu bilmək. Konseptual bilik deyil müəllim bu. Çünki bunu anlayıb bilə bilməz axı. Bunu əzbərləyir ki, axarlı Əzbərləyir ki, göllər bəli, hansıdır, axarsız göllər hansıdır. Biz bir də gölü baxanda hardan bilək ki, göl gölü axarlıdır, axarsızdır. Hardan bilək Maral gölü axarlıdır, axarsızdır. Hardan bilək ki, Zeynəbatan gölü axarlıdır, axarsızdır. Əzbərlətdirirlər biz cavab edərsində. Bəli. Axarlılar bunlardır, axarsızlar bunlardır. Ona görə olur, bəndə dedik ki, deməli deklarativ bilik olur, konseptual yox. Bir də ki, deməli, əslində S bəndində biraz qaranlıq qala bilər bizə. Çünki biz biologiya fənnindən deyirik əslində. Mənə də qaranlıq qalıb həmişə bu nüans. Deməli, sürünənlərin ekoloji qrupları hansıdır bilmirəm vallahi heç. Yəni ki, bu ekoloji qrup deyəndə yaşayış yerinə bağlıdır da. Artıq şagird o heyvanın, yəni xüsusiyyətinə uyğun bilməlidir ki, bu anlamalıdır ki, harda yaşaya bilər. Yəni bu addi bir qruplaşdır. Siz demiş, təsnifat sistemi ilə yəqin ərazi ilə falan anlayıb qruplaşdıracaqdır da. Belə bir şey var. Əslində mən belə baxanda deyirəm ki, uşaq müləccim deyil ki də, hardan bilər ki, hansı, elə deyim də, heyvan nədir? Amma məncə heyvan formasını bilsə, heyvan formasına uyğun onun ekoloji qrupunu da bilə bilər ki, hə, bu hansı yerdə, hansı ərazidə məskunlaşanlara aiddir. Belə deyək də, qrupları ayırmaq. Qrupları ayırmaq onda olsa bizim elə konseptual biliyimizin açar sözü kimi buna bunu götürüb yəqin ki. Qrupları ayırmaq konseptual biliyə aid olur. Demək olar 90% hallarda. Yaxşı. Yasəmən müəllimə, belə bir sual verim sizə. Deməli, siz mənə deyin görüm. Deyirəm ki, müəllim şagirdlərə
Tutaq ki, müəllim şagirdlərə deməli, müəllim şagirdlərə kəsrlərə aid testləri işləmək üçün, misalları işləmək üçün xüsusi bir metod öyrədir. Müəllim şagirdlərə hansı bir iş növünü öyrədir? Müəllim şagirdlərə Öz kəsrlərə metodunu öyrədir də müəllim, metakognitiv. Aha, metakognitiv. Yaxşı. Deyirəm ki, müəllim şagirdlərdən necə yaxşı insan olmaq olar adlı sual verir və şagirdlər öz fikrini bildirirlər. Müəllim uşaqlara sual verir. Necə yaxşı insan olmaq olar? Uşaqlar da bunun öz fikirlərini bildirirlər. Müəllim bunlarda hansı bir formalaşdırmaq istəyir? Öz fikirlərini bildirirlər, öz fikirlərini müəllimə izah eləyirlər. Konseptual. Çox adam bu da necə sualını görür, heç sualı oxumur. Deyir, müəllim, bunda necə sual var, Görürsünüz? Necə sualını açar söz kimi veriblər bizə. Amma mən sizə necə sualını elə bir işlətdim ki, prosedural olmadı. Bunu demək istəyirəm. Mən dedim ki, müəllim şagirdlərə necə yaxşı insan olmaq olar. Baxın, vurğu söhbəti var, sualı anlamaq formatı var. Yəni, ona görə deyirəm ki, açar sözdən getmirsiniz də. Bir də var deyirəm ki, müəllim şagirdlərə bunlar necə yaranır adlı sual verir ki, uşaqlar, bunlar necə olub yaranır? Və yaxud da şəlalə necə yaranır? Bunu mənə izah eləyin. Onda hansı bir növ olur? Yəni hansı yolla yaranıb? Bəli, necə yaranıb? Necə yaranıb şəlalələr, necə yaranır? Uşaq başlamalıdır bunun əvvəlindən izah eləməlidir, nə müəllimə? Prosedural da müəllim bu. Bəli. Və izah etmək sözü var. Niyə konseptual olmadı? Çünki axı bunun yolunu istəyir. Necə yol yaranıb, necə Bəli. tətbiq edilir, necə qurulur. Burada ən böyüyü var. Prosedural varsa, konseptual deyir, bu da heç kimdə əslində. Düzdürmü? Bəli, Düzdür. bəli. Yəni deyəcəyim budur ki, nə deyirəm, bir də vurğulayıram sizə. Necə söhbəti yox, yəni necə sualını bir də görən kimi prosedural götürməyin, sualı oxuyun. Bir də var ki, belə bir sual verin. Müəllimə səhvlərinizi yazın, baxaq sizdən bir yerdə. Müəllimə 29-cu suala gəlmişik. İzah eləyin bizə 29-cu sualı. Elçin müəllimi səhvidir. Deklarativ bilik haqqında deyilənlərin hansı doğrudur? Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir. Bu qalsın düzdür çünki. Şagirdlər özü üçün öyrənmə strategiyasının müəyyənləşdirilməsi metakognitiv bilikdir. Meyarların müəyyənləşdirilməsi üçün istifadə olunan bilik. Meyar müəyyənləşdirmə əgər deyirsə prosedural bilikdir. Bu işin alqoritmi haqqında biliklərdir, bu da prosedualdır. Şagird ümumiləşdirmə ilə əldə etdiyi bilikləri bu konseptualdır. Cavab da A variantıdır. Aha, ay sağ ol, düzdür. Belə bir sual verəcəm. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, özündəki bir mövzu verir. Deyir, bu mövzunu məsələni həll etmək üçün kitabxanaya gedin, kitabxanadan kitabları əldə edin, öz ayağınızda bunu müzakirə edin. Müzakirə etdikdən sonra mənə qərarınızı bildirin. Müəllim şagirdlərdə hansı səriştəni, müəllim şagirdlərdə hansı təfəkkür növünü, nəyi formalaşdırmaq istəyir? Öz aralarında desəm, müəllim müstəqil öyrənmə. Aha, başqa nə ola bilər? Seçmə. Deyir ki, kitabxanaya araşdırma eləyin deyir. Kitabxanaya gedib araşdırma eləyin. Nə istəyir bunlardan? İnformasiya yox. Bəli, bəli. Də deyir ki, İnformasiya savadlılığı. informasiya savadlılığı düzdür. Bir də deyir ki, müzakirə eləyin, mənə fikrinizi bildirərsiniz. Ortaya bir problem qoyur, deyir gedin bunu araşdırın, kitabxanaya gedin. Tənqidi təfəkkürdür müəllim. Hansı? Tənqidi. Ay, sağ ol. Bəli, tənqid təfəkkürdür, düzgündür. Yaxşı. Siz mənə deyin görüm. Ardıcıl təfəkkür deyən də var idi. Müəllim, ardıcıl olmadan deyirəm ki, müzakirə. Müzakirə debatın sinonimidir. Debat sözünün mənası ingiliscə tərcümədə müzakirə deməkdir də. Müzakirə eləyin, sübut eləyin, isbat eləyin. Mənə fikrinizi bildirin axırda. Yaxşı. Yasemin xanım, bir dənə də sizə sual verirəm. Deyirəm ki, müəllim. Tutaq ki, müəllim. Müəllim şagirdlərdən özlərini qiymətləndirmək istəyir. Deyir ki, hamı özünü hansı səviyyədə görürsə mənə bildirsin. Müəllim şagirdlərdən metakognitivin hansı mərhələsini istəyir? Özünü qiymətləndirmə. Yaxşı. Qiymətləndirmə mərhələsini istəyir. Bəs indi müəllim uşaqlar deyir ki, özünüzün hansı səviyyədə olduğunuzu yazın. Başqa nə ola bilər? Bir də var. Monitoring, Özünü monitoringdə hansı? müşahidə edir. Uşağa yəni özünü deyirəm ki, uşaq özü deyir, öz haqqında yaz. Uşaq özündən agah olub onu eləməlidir də. Ha, bəli. Müəllim yoxlamaq istəyir ki, görəsən bu uşaqların özünü monitoring eləməyi
müəllim artıq özünü qiymətləndirmək üçüncü səviyyədə olacaq. Uşaq özünü monitorinq eləsə, özünü tənzimləsə, özünü qiymətləndirə biləcək. Bu heç özünü qiymətləndirməyə gedib çatmır elə bu uşaq. Hələ bu özünü monitorinq üçün müəllim bunlara bunu elətdirir ki, özünüzü bir monitorinq eləyin, görək necəsiz? Özünüzdən acaqsınızmı? Görək uşaq özünə bunu deyə biləcəkmi? Agahı yoxlamaq istəyir müəllim, agah olmağı. Mən desəydim ki, yoldaşlarınızla bir-biriniz haqqında fikir istəyin. Soruşun görək mən necəyəm? Onda hansı olardı? Rəy, başqalarının Bunlardan haqqında ay sağ ol. Desəydi ki, özünüzü kənardan izləyin. Özünüzün cavabınıza əsasən qərar Müşahidə. verin. Baxın, o olardı müşahidə. Desəydi ki, özünüzə baxın, özünüzə tutaq ki, özünüzü izləyib bunu eləyin. O olardı müşahidə. Bugünkü cavabına əsasən qərar ver. O olardı müşahidə. Bir də var deyirəm, özünü hansı səviyyədə gördüyünü yaz. Yəni özündə nə qədər acaqsan sən. Bunu istəyir. Öz Aydındır? səviyyəsində bəli. Bəli. Yasemin xanım təşəkkür edirəm. Yaxşıyıq. Ay, vaxtımız da tamam olub artıq. Amma eyb yox. Gedək bir-iki nəfərdən də soruşaq. Deməli, maşallah, nə qədər müəllimimiz qalmış. Bu gün həmən çox vaxt sərf elədim. Ötən dəfə qalanlardan. Julay müəllim, ötən dəfə qalmışdın sən sizdə. Həm də bu gün çox sual verdim sizə. Ona görə bu günlərim limiti keçdim ki, qoy yaxşı bilək. O biraz qısalaşdırmadım. Julay müəllimə, müəllimlər, yerdə qalan müəllimlərimiz Aynur xanım, Zümrüd xanım, həm də bu günlərim hədə axı 20:50-də başlamışdıq biz. Saydı 20:50-də başlamışdıq ona görə. 16 dəqiqəmiz var. Julay müəllimə, fənninizi deyin. Tarix. Tarix. Okay, əla. Deyirəm ki, müəllim şagirdlər Osmanlı dövlətinin indiyə qədər olmuş hökmdarlarını saymağını, ardıcılı saymağını istəyir. Hansı biliş növüdür? Həm faktoloji, yəni onlar əzbərləyirlər, ardıcıllıq Hayır. deyirsə. Həm faktoloji yoxdur bu da. Deyirəm ardıcılığa say. Artıq Yox, ardıcılığa say doğrudur. deyirəm. Faktoloji bu da kimdir ki? Heç kimdir faktoloji bu da. Ardıcılığa say deyirəmsə hansı olur? Prosedual. Sağ ol, prosedural. Yaxşı. Deyirəm ki, müəllim Yəni şagird. bu sözü olmasa, amma faktolojidir da. Bəli, o olmaz, yox, yenə də. Yenə də ardıcılıq olmasa belə, desəm ki, Osmanlının hökmdarlarını say, yenə də qismən düşünmək olar ki, müəllim bunu əvvəldən, desəm ki, müəllim şagirdə deyir ki, əvvəldən sona doğru Osmanlı hökmdarlarını say. Artıq əvvəldən sona doğru deyirəm də, ardıcılıq deməyə nə ehtiyac var ki? Prosedual. Aydındır? Bəli, artıq ardıcılıq deməyə nə ehtiyac var ki? Bir də var deyirəm ki, Osmanlının 15-ci hökmdarı kim idi? Mənə onu de. O hansı bir növ olur? Faktoloji yəqin ki, Yəni, əzbərləyir. əzbər deyirsən, bəli, 15 hökmdarı budur. Deyirəm ki, Osmanlı dövlətində Şah Sultan Süleymanın mövqeyi nə idi? Mənə bunu izah elə. Yox, bir də qoyuram sağlıq. Deyirəm, Osmanlı dövlətində Şah Sultan Süleymanın mövqeyinə fikir bildir. Hansı fəkir növünü formalaşdırmaq istəyirəm? Özü fikir bildirirsə, təhlil eləmək. Fəkir növü deyirəm. Aha, fikir bildir. Deyirəm, Osmanlı dövlətində Şah Sultan siyasətinə fikir bildir. Mövqeyinə fikir bildir. Təfəkkür növü, idrak demirəm ki, qurban sizə, təfəkkür növü istəyirəm. Tənqidi təfəkkür. Ay, sağ ol. İdrak da dəyərləndirmək düzgündür. Bəs desəm ki, belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdə bir 10 dənə islahat yazır. Deyir ki, bu islahatların hansını tutaq ki, Fatih Sultan Mehmet aparmışdı. Onu da hansı bilik növüdür? Bilik növü konseptual olar da, yəni onun Uşaq münəccimdir ki, bilsin ki, bunu Fatih Sultan Mehmet eləyib, anlamalıdır ki, bunu əzbərlətdirirlər. Filan hökmdarın islahatları bu oldu, filanınki bu oldu. Yazmırlar. Uşaq ona seçməlidir ki, hansı bu Fatih Sultan Mehmetinkidir? Faktoloji. Bu da bunu uşağın anlamağına təsir uşaq müləccimdir ki, bunu anlasın. Bu söz deyil ki, bunu tapaq ki, bunun sualı kimdə, haradır, bu isim olacaq. Bu, nə bilim, tutaq ki, hərəkət bildirir, feil olacaq. Bu da elə şey yoxdur ki, və yaxud bunun sonunda sual var, bu sual cümləsi olacaq. Axı, belə bir şey yoxdur. Deyirəm ki, müəllim uşağa 10 dənə islahat verir, deyir, bunların hansı Sultan Mehmetin islahatlarıdır? Anladım müəllimə. Əzbərləməlidir uşaq bunu. Yaxşı. Deyirəm ki, müəllim şagirddən Osmanlının süqutunun nə üçün baş verdiyini öz sözündən ifadə etməsini istəyir. Öz sözü ilə ifadə etməsini istəyir. Bəli. Öz sözündən dəyərli. Bəli. Yadında qalan kimi, başa düşdüyü kimi, anladığın kimi. Aha, bu
belə deyək də, konseptual bilikdir. Özü Bəli, başa düşür də, konseptual. anlayır. Yadına qalan kimi deyəcək. Ay, sağ ol, bəli, düzdür, konseptual. Mənim də səhvlərimizi yazaq. Axıra qədər səhvlərinizi yazın ki, axır yerdə 40 dənə sualdır da cəmi. 32 tam səhv eləmişdi. 32 bir dənə baxın siz. 30 burada bir sualımız var, səhv düşüb ha, onun cavabı. Bilmədim hansı sual idi amma. Kimə səhvdir mi? Onun cavabı ki, filan sual səhvdir. 38 səhvdir, cavabı səhvdir. Tamamən səhvdir. Yəni kitabda da səhv verilibdi. 38 idi ha. Yasemin xanım sizə bildirmişdim. İlk sualın birinci cavabı səhv düşüb timdən. Hə 38-ci sual bəli, tamamilə səhv sualdır. Yəni onun cavabı bizdə B bəndində 38-ci cavaba. Müəllim 32-də işləyək. 32-də hamı səhv. Hansı fikir yanlışdır? Prosedural bilik tətbiq etmək mərhələsi ilə əlaqəli olur. Bir dəqiqə. Aha. Mövzu ilə bağlı konseptual biliyə malik olan şagird əsas və köməkçi nitq hissələrini fərqləndirə bilir. Yəni ki, onu anlayır da, əsas nitq hissələri hansıdır, köməkçi hansıdır, düzdür. Qafiyənin nə olduğunu bilmək faktoloji bilikdir. Qafiyəni, yəni bilir də, əzbərləyir ki, nədir qafiyə. Məsələn, misraların sonunda hecalar uyğunlaşması. Metakognitiv bilik digər biliklərə nisbətən daha yüksəkdir. İnsanın bioloji proseslərin gedişini izah edə bilmək deklarativ bilikdir. Bu konseptual bilik olmalıdır da, bunu anlamalıdır ki, hansı proseslər gedir. Müəllimə. Səsim gəlirsə, buradayım. Səsim gəlirmi? Cavabımız nə oldu? Deyirəm, insanın bioloji proseslərin gedişini izah Bəli. edə bilmək konseptual olar da, yəni ki, onu anlamalıdır ki, proseslərin izahını bilsin. Bu yanlışdır, deklarativ bilik yazılır. Aha. Müəllim, orada proses getdiyinə görə, prosedural deyir orada, deyir proseslərin gedişini izah edə bilmək. Müəllimə İzah yanlış edə deyir. bilməyə görə Müəllimə konseptual. yanlış deyir də. Biz müəllimə baxıb bu deyir ki, yanlışdır. 32 cavabı Y bəndə deyil. Müəllimə, konseptual deyil, müəllimə onu demək istəyir, yəni ki, prosedual. Mən onu bəli, konseptualdır, prosedural da var həmçindəki bu da. Desək ki, ardıcıllıq izah eləyir, onlar prosedural. Deyir ki, amma bu izah eləyir. Konseptual bioloji proseslər necə gedir insanın? Proseslərin gedişini deyir, izah edə bilmək. bu bəli də konseptual bilikdir. Yəni deklarativ deyil, əzbərsizlik yoxdur. Uşaq öz sözündən danışır ki, müəllim belə gedir. İzah edir, öz sözündən deyir, yadına qalan kimi danışır, nümunə gətirir, müəllimə yeydi cavabımız. Bəs siz nə olduğunu düşünürdünüz bu sualı deyən müəllimə? Sizi tam anlamadım. Müəllimə demək istəyirdi ki, yəni deklarativ, mən konseptual dedim, dedi prosedural bilik olmalıdır deklarativin yerinə. Mən elə başa Prosedural olsa xeyr. Prosedural olsa orada ardıcıllıqla izah elədiyər, orada nə bilim başdan sona bir izah elədiyər və yaxud da bu da deyər ki, yəni proses necə deyim də sizə, bir ardıcıl sözü olmalıdır. Məsələn, mən bu şagird, mən bir insan kimi, mən bunu tam anlamıramsa, mən bunu yadında qalan kimi danışıram ki, belə ola bilər. Aydındır? Proses deyirəm ki, belə ola bilər. Yəni siz o dəqiqə proses sözünü görüb bunu prosedural düşünməyin. Proses deyirsə prosedural olmağı demək deyil ki, yəni izah edir deyir bunu. Bu da ardıcıllıqla izah edirsə, hə, onlar da prosedural. Sadə bioloji proses. Bu sözün adı budur ki, bioloji proses sözüdür də, bir termindir bu. Yəni bu da proses izah etmək yoxdur bizə. Üçün mənim deyir ki, Seybəndə şübhəlidir. Qafiyənin nə olduğunu bilmək. Qafiyənin tərifi var ədəbiyyat kitablarında. Qafiyə falan şeydir. Əzbər formada bunu uşaq bilməlidir də, əzbərçi termindir. Faktolojidir. Deməli, ən böyük bəli metaqognitiv bilikdir. D bəndi düzgündür. B bəndində fərqləndirmək var, bəli, konseptual bilik fərqləndirməyə aiddir. A bəndi, bəli, prosedural bilik deyirik ki, tətbiq etməkdən bağlıdır, bəli, hesablama ilə bağlıdır, prosedural bilik, tətbiqdən bağlıdır, düzdür. 36 səhvəgərimiz var. Gülay müəllimə təşəkkür edirəm, Gülay xanım sizə. Çağırıram Zümrüd xanımı. Salam, axşamınız xeyir. Salam, müəllimə, axşamınız xeyir, axşamınız xeyir. Müəllimə, ötən dərs danışmışdıq yoxsa yox? Yox, danışmamışdım. Xeyr. Başlayaq. Deyirəm ki, şagird müxtəsər vurma düsturlarını əzbərləməyin özünə məxsus yolunu bilir. Hansı bilik növüdür? Özünə məxsus yolun bilirsə, metakognitiv. Sağ ol. Deyirəm ki, şagird müxtəsər vurma düsturlarını əzbər danışır. Hansı bilik növüdür? O faktolojidir. Sağ ol. Deyirəm indi müxtəsər vurma düsturlarının yerinə rəqəm qoyub misal hesablaya bilir. Rəqəm qoyub tətbiq Bəli, edir. hesablayır. Bəli.
Yəni misal ona aid məsələləri həll edə bilir. Hansı biliş növünə aiddir? Misal məsələ həlli hansı biliş növünə aid? Şagird tənliyin həll yolunu bilir. Prosedural, o proseduraldır. Bəli, Prosedural. tənliq düzdür və yaxud tənliyin həll yolunu bilir, prosedural bilikdir. Tamam. Deyirəm ki, deməli, siz mənə deyin görüm, öz monitorinqin mərhələləri hansıdır, tənzimləmə mərhələləri hansıdır, qiymət mərhələləri hansıdır? Özünü monitorinq müşahidə eləyir. Aha, Agah olur. Rəy, Hə. özü haqqında rəy. Aha. Müəllimdən, valideynlərindən özü haqqında rəy. aha, Rəy bildirməsini istəyir. Sonra özünü tənzimləmə, məqsəd qoymaq, qarşısına məqsəd qoymaq. Sonra plan qurmaq. Sonra psixoloji özünü hazırlamaq, nədir o? Emosional tənzimləmə. Sonra uyğunlaşma. Ay, sağ ol, əla. Zümrüd müəllimə belə bir sual verirəm sizə. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, bu mövzunu bilməsək, kurikulumdan ən azı 3 sualımızı itirəcəyik. Zümrüd müəllimə də deyir ki, deməli, biz bu mövzunu bilməsək, 3 sualımızı itirəcəyik. Ona görə bunu yaxşı oxumalıyıq. Sizcə hansı xətaya yol verirsiniz? Sirkulyar arqument, eyni sözü sizə qaytarıram. Ay, sağ ol, düzdür. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, tutaq ki, deməli, bir də sual dəyişim. Deyirəm ki, mənim bugünkü taksonomiya dərsimə öz fikrinizi bildirin. Sizdən hansı təfəkkür növünü istəyirəm? Hansı idrak mərhələsini istəyirəm? Deyirəm, mənim dərsimə öz fikrinizi bildirin. Təfəkkür növü hansıdır? Öz fikrimi bildirirəmsə, tənqidi təfəkkürdür. Ay, sağ ol, bəli. Həm də idrakda hansı mərhələ oldu? İdraçda öz fikrimi bildirmək. Bəli, dəyərləndirmək. Yəni mənə fikir bildirmək. Dəyərləndirmək. Onlar əzbər bilmədiyimə görə dəyərləndirmək. Yaxşıdır, pis deyil. Bu gün sizə qəşəng bir sınaq göndərəcəm. Gözəl. Həm evə Taimin idrak taksonomiyası testi verəcəksiniz. Bir də özümün bir sınağımı göndərəcəm. Qalan sınaqlarımı da saxlayacağam. Həftənin 5-ci gündən sonra verəcəm. Yəni birdən-birə sizi bununla bağlı çox yüklüyə biləcəm. Qorxuza bilmərəm bu dərslə bağlı və bundan sonra bütün sınaqlarımın demək olar ki 30-40%-ni taksonomiya, bax bunun testləri təşkil edəcək. Taksonomiya testləri, birik yox ha, taksonomiyanın testləri. Yaxşı. Müəllimə, gəl bir not 6-cı sualı işləyin. Olar ki, mən kitabdan oxuyum, müəllim, oradan çətinlik çəkirəm. Olur ki, nə fərqi var oxuyun, harada siz oxuyun. 36. Bəli. Biliklərlə bağlı yanlış fikir hansıdır? Biliyin qəbuluna şagird aktiv tərəf olmalıdır. Biliyin qəbulunda şagird aktiv tərəf olmalıdır. Faktoloji biliyin heç də hamısı şagirddə üzr istəyirəm. Öyrənilmir. Nəzəriyyə və modellərlə konseptual biliyə aiddir. Nəzəriyyə və modellərlə. Aha, düzdür, model, nəzəriyyə. Öyrənilər alqoritm şəklində mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın. Prosedural bilikdə alqoritm var. Şagird qəbul etdiyi biliyi koqnitiv və metakoqnitiv analizlərdən keçirməlidir. Yanlış fikir hansıdır? Öyrənilər alqoritm şəklində mütləq tətbiq 36-ya səhv edəndə nə yazmısınız, nə çıxıb, nə yazmısınız? Düzü bura qədər mən baxmamışdım müəllimə, 15 dənəsinə baxmışam, düzün desəm. Orada da 2 ilə 8 idi səhvim. Mən sadəcə olaraq burada yaza bilmirəm deyə yaza bilmədim. 15 dənəsinə baxmışdım, 2 ilə 8 məndə səhv idi. Daha doğrusu yaza bilməmişdim də səhv çıxmışdı. Aha, 8-ə baxdıq, indi 2-yə geri qayıdarıq. Müəllimlər, D bəndidir. Kurikulumda mütləq, həmişə, ancaq deyə bir şey yoxdur. D bəndində deyir ki, öyrədilənə deyir, mütləq deyir, alqoritm olmalıdır. Riyaziyyat dərsində siz şagirdə həmişə mütləq alqoritm verirsiniz ki, o uşaq o formalaşsın. Axı D bəndi demişəm, ötən dönəmlərin noyabr qrupunun dərsində bildirdim ki, kurikulumda mütləq, həmişə, daima, ancaq deyə bir şey yoxdur.
S bəndi nəzəriyyə, konseptual bilgiyə aiddir. Model, struktur, qruplaşdırma konseptual bilgiyə aiddir. Elə onu da mən PDF-də yazmışam. B bəndində deyir ki, bəli, faktoloji bilgiyə siz də biz şagirdlərimizə hər şeyi əzbərlətdiririk. Faktoloji bilgidən hamısını əzbərləmək mümkündür. Hamısı Xeyr. şagirdə qədilmi B bəndi düzgündür. Bilginin qəbulunda şagird aktiv tərəf olmalıdır. Bəli, şagird aktiv olmalıdır, pasiv qalmalı deyil. B bəndində bəli, insan qəbul etdiyi biliklər ikiyə ayrılır. Kognitiv və metakognitiv bilik olaraq hissəyə bölünür, düzgündür. Kognitiv idrakidir, metakognitiv isə hərəkətlə bağlıdır, düzgündür. Belinə qalır cavabımız D bəndi. Ümumiyyətlə demişəm, yanlışdır tipli suallarda mütləq, həmişə, daima, ancaq tipli söz varsa bir cümlə yanlışdır. 98% hallarda. Zümrüt müəllimə bir dənə də sizə sual verim. Deyirəm ki, müəllim şagirdə bir 20 dənə riyaziyyatçı adı verir. Deyir, hansı alim tutaq ki, Pascal qanununu Pascal nə idi? Fagor teoremini kəşf eləmişdi. Oradan seçin. Hansı bilik növünü formalaşdırmaq istəyir müəllim? Faktoloji müəllim əzbərdən bilməlidir onu. Ay, sağ ol. Düzdür. Deyirəm şagird Pascal qanununu, Pascal nə idi? Pascal çöp dilimə. Fagor teoremini müəllimə nümunə ilə izah edir. Şagird müəllimə nümunə ilə izah edir. Bəli. Metakognitiv ola bilər də o özündə. Nümunə ilə izah edir. Nümunə ilə izah edir. Demirəm ki, öz yolunu izah edir. Demirəm ki, öz metodunu izah edir. Demirəm ki, öz strategiyasını izah edir. Deyirəm, müəllimə dərsi izah edir nümunə ilə. İzah edir, öz sözündən danışır, başa düşdüyü kimi danışır. Konseptual, müəllim, konseptual çaşdım. Konseptual, amma desəm ki, şagird öz metodunu izah edir. Deyirəm, o metakognitiv. özünə məxsusdur, özünkidir. Zümrüt müəllimə, görəyirəm, yaxşıyıq sizdən də, amma daha yaxşı, indi idrak dərsindən sonra daha yaxşı olacaq inşallah. Müəllimə, mən testlərə tətbiq eləyə bilmədim. 9 dənədən 3-ü düz oldu məndə. Çox pis oldu. Müəllimə, indi bir də işləyərsiniz, eyb yox. Orada məndə testdə bir-iki səhvim var. Mən də girib onu düzəldəcəm. Siz də tam diqqətlə baxın. Mən də bir də onu incələyib, indi işləyərsiniz, eyb yox. Elə bilin ki, mən siz onu atmamışam. Yəni, bu bizim ilk canlı sınağımız idi də məncə. Dərsdən qabaq. Həm vaxtınız az idi, həm biraz tələsdiniz, ola bildirsin ki, həm də Rizayallah bunu eləməliyik. Yəni, həyəcanlanmışıq yəqin ki, düzdür. Olacaq belə sınaqlarımız. Amma ki, yəni daha rahat çalışıram, daha rahat hazırlayım. Yəni neynək? Mənim əlim rahata getmir də, ancaq mən çətin test hazırlayıram. Mən istəmirəm ki, sizi yola verim. Düzdür, içərisində mənim testim də var. Haqsızlıq eləməyim. Bir də əlimdə bir kitab var idi. Orada yazdığım suallar da var. Yəni deyim ki, hamısı özümündür, yox. Bir-iki kitaba da baxdım. Oradan da düşünmədim. Onu da biraz özümkilə birləşdirdim, o cür də yazdım. Yəni haqsızlıq olar, yalancılıq olaram ki, deyim, hamısını özüm eləmişəm, yox. Bir 3 sualı başqa yerdən yazdım, uyğunlaşdırıb yazdım. Qəbul sualını yazdım, belə deyək də. Belə, müəllimlər 3 nəfərimiz qalıb, saxlayıram bu günlərim. Artıq yəni taqətim yoxdur deyim də. Bu gün test, PDF o qədər şey hazırlamışam ki, yəni vallahi həqiqətən yorulmuşam. İlkin müəllimi Nərmin xanımın Aynur xanımı saxlayıram. Həftənin 5-ci günü ən birinci sizdən başlayacağam. Məncə məndən inciməzsiniz. Bu günə qədər bir ay artıq yarımdır da demək olar ki. Bir 40 gündür başlamışıq. Biz sizdən sual cavab edəndə yarı-yarı bölmüşəm. Məncə o seçkisiyə yol verilməyib. Yəni hamı olub sual cavab. Amma bu günlərim artıq vaxtım çatmır. 10 dəqiqəndə siz mənə eyib yox, güzəştləyin. 10 dəqiqə yox, o üst müəllim mənə güzəştləsin. Yəni sizdən soruşmuram, çünki beynim donub artıq. Sual tapmıram. Həftənin 5-ci günü taksonomiya ilə bir yerdə ən birinci sizdən başlayacağam. İndi evə sizə nə verəcəm? Evə sizə bugünkü sınağı verirəm. Evə sizə taimdən idraki aid olanları seçib işləməyi verəcəm. Bir də özümün sınağının bəlkə birini göndərərəm. Hamısı məndə qalır sınaqlarda. Qorxuram ki, görüb belə qorxarsınız, işləyə bilməzsiniz də. Ona görə bəlkə saxlamaq istəyirəm ki, sual cavab eləyib, ondan sonra verim. Baxaq görək nə edirik. Belə, sağollaşıram müəllimlər, hələlik. Gecəniz xeyrə qalsın. Materialınızı, PDF-inizi, testinizi indi bir dənə düzəlişləyib hamısını göndərəcəm. Kaydınızı da almışam, hamısını göndərəcəm. Sağ olun. Görüşərik həftənin 5-ci günü.